Deməli, bir gün şeytan və bir qadın görüşür. Qadın şeytana deyir ki, mən səndən çox güclüyəm. Şeytan isə gülərək deyir, bu dünyada heç kim məndən güclü ola bilməz. Qadın isə deyir, gəl onda yoxlayaq görək hansımız güclüyük. Şeytan razılaşır. Qadın söyləyir ki, görürsən, orada yolun o üzündə bir mağaza var. Orada bir dərzi işləyir, parça satır. O dərzi çox imanlı bir insandır. Onun gözəl ailəsi var. Gözəl xanımı var, namuslu, qeyrətli, gözəl evladları var, tərbiyəli. O ailəni dağıtmaq lazımdır. Sən dağıda bilərsənmi? Şeytan gülərək deyir, niyə dağıtmıram? Mənim üçün o 2 vur 2-dir. Deyir, onda başla, görək dağıda bilirsənmi? Şeytan gedir, həmən dərzinin qulağına pıçıldayır ki, sənin yoldaşın sənə xəyanət edir, səni aldadır, sən işdə olanda o başqa insanlarla görüşür. Ancaq dərzi çox imanlı olur deyə deyir, bu hamısı şeytanın dediyidir. Yəni yoldaşına çox inanır və inanmır. Şeytan nə eləsə də bu ailəni ayıra bilmir. Və gəlir qadının yanına, söyləyir ki, mən təslim oldum. O ailəni mən dağıda bilmədim. Qadın isə onda deyir ki, indi bax gör mən o ailəni necə dağıdıram. Qadın gedir həmən dərzinin yanına, girir mağazaya və söyləyir ki, salam bala. Mən gəlmişəm buradan bir parça alam, oğlum evlənir, onun yoldaşı üçün. Dərzi də deyir ki, buyurun, hansı parçanı istəyirsiniz, sizə verim. Qadın onda qayıdır ki, sözün düzü bilmirəm hansı parçanı, çünki bu evliliyə, istəmirəm bu evlilik olsun, ürəksizəm bu evliliyə. Çünki mənim oğlum ailəli bir qadınla görüşür və qadın ona söyləyir ki, əgər sən məni alsan, mən ərimi də, uşaqlarımı da atıb sənlə evlənəcəyəm. Mən də istəmirəm o qadını alsın, çünki öz ailəsinin qədrini bilməyən yoldaşın, uşaqlarının sabah da mənim oğlumun qədrini bilməyəcəkdir. Ona görə istəmirəm o qadınla evlənsin, sadəcə oğlumla bacarmıram. Dərzi də əlindən heç nə gəlmir, deyir, Allah kömək olsun, bəli, sizin dərdiniz böyükdür. Nəysə o qadına istədiyi bir parçanı verir və qadın götürüb mağazadan çıxır. Gəlir deməli həmən dərzinin evinə. Qapını döyür, xanıma açır. Deyir, xanımına deyir ki, mən evimə gedib çatsam gec olacaqdır, evim çox uzaqdadır və namazın vaxtıdır. Evimə gedinə kimi namaza çata bilməyəcəyəm. Namazım qəzaya gedəcəkdir. Onlar sizin evdə mən namaz qırım. O xanım isə çox dindar, belə gözəl bir xanım olur. Razılıq verir, deyir, niyə olmur? Buyurun, girin. Qadın deməli girir evə, namazını qırır və qırıb qutarandan sonra parçanı həmən evdə qoyur. Və çıxanda xanımı onu buraxmır ki, buyurun, belə deyək, yeməyimizi yiyin. Yəni buna gözəl süfrə açır, bunu yedizdirir, çayını, çörəyini verir və yəni xoş bu xanımı yola salır. Axşamı üstü əri evə gələndə və görür ki, həmən o qadının aldığı parça bu evdədir. Və düşünür ki, o qadının oğlu ilə gəzən elə bunun yoldaşıdır. Və başlayır yoldaşını döyməyə, söyməyə ki, sən xəyanət edirsən mənə, bu da sübutdur. Qadın izah eləsə ki, bura bir qadın gəlmişdi, namaz qılırdı, evinə gedib çata bilməyəcək deyə bizdə qılası oldu. O qoydu burada, mən də onu belə deyim, süfrənin başına qonaq elədim, yedizdirdim, yola saldım. Yenə də nə eləsə, desə xeyri olmur və yoldaşı ayrılmağa, yəni boşanmağa qərara gəlir. Və qadın gəlir şeytanın yanına ki, gördün, mən sənin dağıda bilmədiyin ailəni necə dağıtdım? Şeytan deyir, halaldırsa. Deyir, indi sən o ailəni yenidən birləşdirə bilərsən? Şeytan deyir ki, bəli, birləşdirə bilərəm. Deyir, onda get, birinci sən, görüm ailəni birləşdirə bilirsənmi? Sabahsı günü şeytan gedir o dərzinin mağazininə və başlayır qulağına pıçıldamağa ki, sənin yoldaşın sənə düz deyirdi, o sənə xəyanət etməyibdi, nə deyir, düzdür. Yenə də yoldaşı inanmır ki, inanmır. Deyir, yox, yoldaşım mənə xəyanət edibdi, artıq boşanıram. Və şeytan yenə də bu ailəni barışdıra bilmir, qayıdır qadının yanına gəlir və söyləyir ki, bu səfər də mən təslim oldum. O ailəni yenidən qovuşdura bilmədim, barışdıra bilmədim.
Qadın isə deyir, indi bax, gör mən necə o ailəni yenidən birləşdirəcəyəm. Qadın gedir həmən dərzinin yanına. Dərzi bunu görən kimi tanıyır. Deyir, salam bala, tanıdın məni, dünən buradan gəlib parça almışdım. Və dərzi isə qaşqabaqlı deyir, hə, tanıdım, nədir ki? Deyir, dünən parça almışdım, getdim, namazımın vaxtı idi, yolda bir qarşıma ev çıxdı. Ora girdim namazımı qırmağa, bir gözəl xanım məni qarşıladı. Namazımı qıranda həmən parçanı o evdə yadımdan çıxdı, qoydum. Ancaq indi ora qayıdıb o parçanı götürmək istəmirəm. Çünki o evin xanımı məni çox yaxşı qarşıladı, yedizdirdi, içizdirdi, yola saldı. Çox namuslu, qeyrətli qadın idi. Ona görə gəlmişəm ikinci parçanı almağa. Onda əri başa düşür ki, qadını düz deyirmiş, yəni ona xəyanət etmirmiş. Və qadın oradan çıxandan sonra gedir evə, üzr istəyir və yenidən barışırlar. Və onda qadın deyir ki, şeytan, gördün, mən səndən güclüyəm, sənin etmədiyin işi mən etdim. Onda şeytan deyir ki, hə, mən də başa düşdüm ki, yer üzündə Allahsız, imansız qadınlar məndən güclüymüş. Və onu demək istəyirəm, Allah bizi o Allahsız, imansız qadınlardan uzaq eləsin, onların şər böhtanından uzaq eləsin.